Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məhsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 torpaqda koridor proyekti olan bir zal 3 otaq olan bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Yarım tikilidir, yəni bu cür dedim. Deməli hal-hazırda mən sizə zalını göstərirəm. Zalın uzunluğu bax buradan ölçmədim. Mən elə gəlir ki, hardasa 6-nın 4-dədir. Bax indi isə evin üst hissəsini görürsünüz. Bura isə 5-in 4-dədir. 6 badvaldır, qapısı var. Bax qapısını gör mümkündür. Bura isə deməli hamamıdır. Hamamı hardasa 2-nin 2 yarımadır. Yəni bu cür bax bu cürdür. Necə görürsünüz? 2 qat kubiklə hörülüb. Deməli mən sizə indi isə deməli evin fundamentini göstərirəm. Gördüyünüz kimi deməli gördüyünüz kimi fundamenti çox möhkəmdir. Koridor proyektlidir. Bax buradan koridorun uzunluğu harsa 6-nın 2 yarımadır. Yenidən bax bu hamamın qarşısında bir də ki otaq və zalın qarşısında belə bir deməli mini otaq var. İndi isə mən sizə otaqlardan birini göstərirəm. Bax burada mən elə gəlir ki ölçülər hardasa 3-ün 4-dədir. Yəni bu cürdür. Pəncərələri Evrodur. Sənədi sərəncamdır. Arxiv arayışı var. İndi isə mən bax deməli mətbəxini göstərirəm. Mətbəx isə deməli 4-ün 4-dədir. Bir dəqiqə. Deməli 4-ün 4-dədir. Bax bu cür yenidən mətbəxini sizə göstərdim. Qarşıda isə deməli 3-cü otaqdır. Bax burada da ölçü təxminən 3-ün 4-dədir. Gördüyünüz kimi Evrodur. Pəncərəsi. İndi isə navesin alt hissəsinə keçirəm. Bax navesin alt hissəsi də böyükdür. 3 tərəfdən barısı var. Deməli bu həyət qiyməti 35.000 manatdır qiymətində. Mən bildiyimə görə bir balaca razılaşma olmalıdır. İndi isə mən sizə evin üst hissəsini göstərirəm. Bax üst hissəsi bu cürdür. Gördüyünüz kimi təzədir. Deməli bu həyət evi harada yerləşir? Yarım tikili. Bax Gəncə Şəmkir avtomagistral yolundan bu həyət evinə qədər olan məsafə maksimum bax 350-400 metr. Bax təxminən yenə təkrar edirəm. Deməli həmin Gəncə Şəmkir avtomagistral yolundan bu həyət evinə qədər olan məsafə 350-400 metrdir. Qiyməti 35.000 manatdır qiymətində mütləq razılaşma olmalıdır. Küçəsi genişdir, enlidir. Qaz və işıq sayxacları. Bax qaz sayxacını görmək mümkündür. Eyni zamanda işıq sayxacını gördünüz. Bax belə bir yarım tikilinin qiyməti 35.000 manatdır qiymətində. Mən bildiyimə görə bir balaca razılaşma olmalıdır. Bax belə. Sizlərə uğurlar.